Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarla maşın yolu ilə 300-400 metr məsafədə, piyada yolu ilə 200 metr məsafədə, 7 daş kürsüdə, qoşa daşdan inşa olunmuş 3 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun sonunda qədərində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, bu ev hal-hazırda yaşayışlı bir evdir. Həyətinə rahat bir maşın daxil ola bilər. Bir maşınlıq həyəti var, yüngül var, oturmağa yeri var. Ev quru yerdə yerləşir. Yəni, bax, nəzərinizə çatdırın, bax, artıq əşyalar da yığıblar bura. Baxın, bax, hörmətli izləyicilər, yəni elə çox bura nəmişli ərazisi deyil. Bunu da nəzərinizə çatdırım, quru ərazidir. Gördüyünüz kimi, hörmətli izləyicilər, bir dənə çöl hissəsinə, kosmetikasına xərc lazımdır. İndi bu yağış altında, soyuqda qalan yerdə, yəni bu normal haldır. Evin xarici görünüşüdür. Keçən evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Girən kimi buradan birbaşa zala daxil oluruq. Burada yəni giriş qonaq otağına birbaşa başlayır. Gördüyünüz kimi evin təmirdən normal qaydasındadır. Bir dənə aboyları dəyişə bilərsiniz. Uşaqlı evdir. Biraz aboylar zadı yazıb. Kim istəsə aboyları dəyişə bilər. Amma ev normal evdir. Yaxşı evdir. Bura bir yataq otağıdır. Gördüyünüz kimi, hörmətli izləyicilər, hər pəncərəsindən də tam rahat evin içində işıq düşür. Gördüyünüz kimi evin yəni havalanmayı da tam uyğundur. Burada bir yenə uşaq otağıdır. Gənc ailə üçün uyğundur, hörmətli izləyicilər. Yəni gənc ailələrə yəni uyğundur. Gördüyünüz kimi, bax, bu evdə də yaşayan gənc ailədir. Hal-hazırda evin satılır, biraz böyük evə keçmək istəyirlər. Gördüyünüz kimi, burada mətbəx hissəsidir. Mətbəxi də nəzərinizə çatdırım. Bax, mətbəx mebellərindən kombi sistemi hamısı evin üstündə qalır. Bunu nəzərinizə çatdırım. Kombindən mövcuddur. Bu hissəsi də sanuzeldir. Sanuzeldə gördüyünüz kimi təmiri vəziyyətdədir. Ev səliqəli, səhmanlı bir evdir. Hörmətli izləyicilər, nəzərinizə çatdırım, yenə deyirəm. 92, 91, 170 marşrutlarından 300-400 metr məsafədə. Piyada yolu yaxındır. 200-250 metr məsafə olar. Ev gördüyünüz kimi qoşa daşlandı, işıqlı evdir, havalanmaya tam uyğundur. Yaşayışlı bir evdir, gənc ailələrə uyğun olan bir evdir. Nəzərinizə çatdırıram, ev əşyalı satılır. Bunu da nəzərinizə çatdırma, hörmətli izləyicilər. Sənədlər də bələdiyyənin qərarı var, arxivi ilə, yəni asan xidmətdən arxivdə çıxarılıb təhvil veriləcək, yəni köklü sənəddir. Əşyaları da bir dənə də çəkirəm, diqqətlə baxın. Əşyalar qalır evin içində. Qiymət də əvvəl 72 min olub, hörmətli izləyicilər, indi də endirilib. Birbaşa 68 minə endirilib, yenə də endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz, hörmətli izləyicilər, ev sahibi deyəcək. 68 min start qiymətdir, əşyalı satılır. Bir dənə elektronik avadanlıqları götürüləcək. Yəni elektronik avadanlıq, paltaryan maşındır, televizordur, bir də xaladenikdir. Qalan evdə nə varsa hamısı qalacaq evin üstündə. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah alan da xeyir versin, Allah satana da. Amin.